Salamlayıram hər birinizi yeni mövzu izahatından. Bugün sizinlə biz birlikdə 2-ci Dünya müharibəsindən sonra Fransada olan vəziyyət barədə danışacağıq. Elə isə başlayaq. 2-ci Dünya müharibəsi Fransaya ağır zərbə vurur. Fransa almanların işğal bölgəsində qalır. Bildiyimiz kimi Fransanın şimalı Almaniyanın tam nəzarətinə keçir. Cənubunda isə faşist diktatoru Vichy'nin rəhbərliyi ilə Vichy hökuməti fəaliyyət göstərməli olur və belə olanda Fransanın əsl sahibləri isə İngiltərəyə mühacirət etmək vəziyyətində qalırlar. Lakin 1944-də 2-ci cəbhənin açılması ilə birlikdə Fransa işğaldan azad olunur və beləliklə mühacirət hökuməti yenidən vətənlərinə geri qayıdır. Fransada biz 2-ci Dünya müharibəsindən sonra iki dövrdən danışacağıq. Birincisindən ilk öncə başlayaq danışmağa. 1944-46-cı illərdə olan danışaq biz sizlə müvəqqəti hökumət dövründən. Müvəqqəti hökumət nə işlər görübdür? Müvəqqəti hökumət milliləşdirmə siyasəti yeridir. Milliləşdirir. Bununla yanaşı müvəqqəti hökumət bu nasistlərlə əməkdaşlıq edən bütün şəxsləri məhkəməyə məsuliyyətlərinə cəlb edib, onların torpaqlarını müsadirə elədi və yenidən demokratik bir rejim qurdu. Və müvəqqəti hökumətin rəhbəri elə mühacirət Fransız hökumətinin rəhbəri olan Charles de Gaulle idi. Charles de Gaulle uğurlu siyasət aparmasına baxmayaraq, o 46-cı ildə tələb irəli sürür. Deyir ki, gəlin Fransanın prezidentli respublika eləyək, ancaq böyük əksəriyyət parlamentli respublikanın tərəfdarı olurlar və belə olanda ilk dəfə Charles de Gaulle sözün əsl mənasında küsərək 1946-da vəzifəsindən istefa verir. Və 1946 Fransanın yeni konstitusiyasına əsasən Fransa parlamentli respublika elan olunur və müvəqqəti rejim yoxa çıxır. Parlamentli respublika olduğu dövr 1946 ilə 1958-ci illəri əhatə edir Fransada. Bu 4-cü respublika dövrüdür. 4-cü respublikanın əsas planı müharibə nəticəsində Fransaya dəyən ziyanlar aradan qaldırıb iqtisadiyyatı dirçəltməkdən ibarətdir. Elmi texniki ixtiraların faydalarından faydalanmaq, elmi texniki ixtiraların faydalanmaq ən əsas məsələ. Bununla yanaşı iri kapital qoyuluşu bu dövrdə 4-cü respublika dövründə artır. Hətta bir növ Avropada iri kapital qoyuluşuna görə sənaye müəssisələrinə Fransa rəqibləri ABŞ və İngiltərəni ötüb keçir. Diqqət, xarici kapital qoyuluşundan söhbət getmir. Ölkənin öz iqtisadiyyatına qoyulan kapitaldan gedir söhbət və buna görə Fransa 50-ci illərin ortalarında ABŞ və Böyük Britaniyanı ötüb keçir. Ardı ilə biz daxili siyasəti barədə demək olar danışdıq. Bu hökumətin parlamentli respublikamızın əsas məqsədlərindən danışdıq, nə elədiklərini dedik. Gələk xarici siyasətinə baxaq. 1949-cu ildə Avropa Şurasının yaradılmasında iştirak edir. 1957-ci ildə isə Avropa İqtisadi Birliyinin yaradılmasında iştirak edir fransızlar və fransızlar bu dövrdə 4-cü respublikanın xarici siyasətində ən əsas məqsədlərindən biri Avropa ölkələri ilə münasibətləri möhkəmləndirmək və bir digər məsələ isə müstəmləkələri qorumaqdan ibarətdir. Və müstəmləkə sistemi 2-ci Dünya müharibəsindən sonra bildiyimiz kimi dağılır və fransızlar bunun dağılmasını istəmir və hansı ki müstəmləkələrində azadlıq hərəkatları qalxır, həmən hərəkatları yatırmaqdan ötəri qan tökür, soyqırım yoluna əl atır və ən böyük belə bir soyqırımlardan biri Əlcəzair bölgəsində fransızların törətdiyi qətl qiyamətlərdir. 1958-ci il bölgədə o dərəcə böyük bir soyqırım həyata keçirilir ki, milyona yaxın insan dünyasını dəyişir və hətta fransızların Əlcəzairdəki ordularının komandanlığı belə Fransız hökumətinə tələblər dolu artıq ultimatumlar, məktublar göndərməyə başlayır və belə olanda hökumət böhranı yaranır və 1958-də 4-cü respublika dağılır. Hökumət böhranı yekunlaşır, yeni hökumətə rəhbərlik eləməkdən ötəri xalq yenidən Charles de Gaulle hakimiyyətdə görmək istəyir və belə də olur. 1958-də Charles de Gaulle gəlir və yenidən yeni bir konstitusiya öz istədiyini həyata keçirir. Onun istədiyi nə idi? Fransanı prezidentli respublika eləmək və buna da nail olmağı bacarır. Belə ki, 1958-ci il yeni qəbul olunan konstitusiyaya görə Fransa prezidentli respublika olur və Fransanın ilk prezidenti isə olur Charles de Gaulle. Deməli, beləliklə 1958-dən düz bugünə qədər davam edən respublika Fransada neçənci respublika dövrü adlanır? 5-ci respublika, ilk prezidenti kim olub 5-ci respublikanın Charles de Gaulle. Baxaq, Charles de Gaulle'un daxili siyasətində əsas məqsədi
ölkənin iqtisadiyyatında olan böhranları aradan qaldırmaq, inkişaf eləmiş müasir bir sənaye dövlətinə çevrilmək Fransanı və bu dövrdə Fransa Avropanın ən əsas ərzaq ixracatçısı ölkəsinə çevrilir. Çünki Fransada həddindən artıq güclü şəkildə fermer təsərrüfatı bu dövrdə inkişaf eləyir. Bu bizim daxili siyasət, xarici siyasətinə baxsaq Şarl de Gaulle'un 5-ci Respublika dövründə o xarici siyasətdə müstəmləkə problemini həll etməyə çalışır və bir digər tərəfdən o Şarl de Gaulle Avropada hegemon dövlət rolu oynamaq istəyir və ABŞ-ın Avropadakı təsirini zəiflətməyə çalışır. Bundan ötəri də Fransa NATO-nun hərbi işində iştirak eləməkdən imtina edir. Fransa yeganə dövlət olur ki, NATO-nun hərbi işində iştirakdan imtina elədi. Və bununla yanaşı digər xarici siyasətdə ikinci bir məsələ Şarl de Gaulle artıq görür ki, müstəmləkələrlə mübarizə aparmanın mənası yoxdur, mənasızdır və buna görə 1960-ların əvvəlləri Ekvador, Qərbi Afrika müstəmləkələrinə və 1962 ən əsas məsələ 1962-də Evian sazişi ilə birlikdə Əlcəzairə müstəqillik verir və onun istiqlaliyyətini tanıyır və beləliklə 1962-də Fransız müstəmləkə imperiyası artıq dağılır və onun ərazisində 14 yeni ölkə yaranır. 60-cı illərin artıq ortalarından etibarən Fransada Şarl de Gaulle'un hakimiyyəti belə deyək, bir növ möhkəmlənməyə başlayır və hər kəs artıq digər rəqib partiyalarda düşünür ki, Şarl de Gaulle bir növ özünü diktator kimi aparmaq istəyir. Bununla yanaşı dolanışığın da, əhalinin rifahının da aşağı düşməsi, vergilərin artması, digər səbəblər tələbələrin çıxışlarını gətirib çıxarır Parisdə, bir sıra yerlərdə və bunun nəticəsində tələbləri yerinə yetirə bilməyən Şarl de Gaulle 1969-da nə edir? Prezident vəzifəsindən istefa edir. Beləliklə, Şarl de Gaulle 1969-da ikinci dəfə vəzifədən getdi. İlk dəfə 1946-cı ildə, ikinci dəfə isə 1969-da küsüb vəzifədən gedir. Davam François Mitterrand. François Mitterrand 1981-1995-lərdə 14 il hakimiyyətdə olubdu, prezidentliyi dövrü. Baxaq onun dövründə nə baş veribdi? Belə ki, François Mitterrand sosialist idi. Sosialist nədir? Bir növ kommunistlərə yaxındır. Yəni xalqın vəziyyətini yaxşılaşdırmaqdan ötəri islahatlar həyata keçirəcəklər. François Mitterrand daxili siyasətinin əsas məqsədi Fransanın iqtisadi böhranından çıxartmaqdan ibarətdir. Bunun üçün də bir sıra sosial-iqtisadi islahatlar keçirilir, əmək münasibətləri tənzimlənir. Xarici siyasətdə NATO, ABŞ-la əməkdaşlıq artırılır. Şarl de Gaulle'dan fərqli olaraq François Mitterrand neynədi? Xarici siyasətdə ABŞ-la və NATO ilə yenidən yaxınlaşdı. Hətta 1991 Səhrada Tufan əməliyyatını ABŞ həyata keçirən zaman orada fəal surətdə iştirak elədi fransız qoşunlarda. 1991-ci ildə Avropa İqtisadi Birliyinin Avropa İttifaqına çevrilməsi sazişini imza çəkən dövlətlərdən biri elə Fransa idi. Bunu az öncə vurğuladım, bilmirəm, dərsin əvvəllərində. 1957-də AIP ki var idi yarananda, onun qurulmasında bir Fransa, bir AFR əsas mühüm rol oynayan dövlətlərimiz olmuşdur. İrəliyək 1994 İkinci bir soyqırımı Ruanda ərazisində Afrikada törədir. Fransızlar 1 milyona yaxın insanı qətlə yetirirlər. Vətəndaş müharibəsi baş verir Ruandada 1994-də və vətəndaş müharibəsində fransızlar hökumətə kömək edirlər, ordu göndərirlər və hökumət rəhbərləri də Ruandada bundan istifadə edərək bir sıra əhalini qırırlar. 1 milyona yaxın insan belə deyək ki, soyqırıma məruz qalır və müasir dövrdə də Fransa ilə bu tip siyasət yeridir 21-ci yüzillikdə də. Özünün keçmiş tarixində bu qədər soyqırımların olması onun necə bir qaranlıq keçmişə sahib olmasından xəbər verir və müasir dövrdə də istər Cənubi Qafqazda o ermənilərin belə deyək ki, törətdikləri soyqırımlara göz yumur. Erməni dövləti kimi bir terror dövlətini dəstəkləməklə də yenə də keçmiş dövrdə olan bu soyqırım kimi hadisələri yenə təkrarladığını bizə sübut yetirir. Ruanda hadisələri barədə geniş araşdırmalar aparılıb və 2008-ci il həmən araşdırmaların nəticəsində fransız 33 nəfərin, hətta Fransa prezidenti François Mitterrandın özünün belə daxil olması ilə onun hökumətinin rəhbər vəzifələrində olan şəxslərin bu qətliamlarda əlinin olduğu tam şəkildə dəlillərlə sübuta yetirilmişdir. Və Fransız prezidenti də 2010-cu ildə Ruandaya səfər edən zaman üzr istəmiş Ruanda hökumətindən və bunun o dövrün ən böyük səhvi olaraq belə deyək adlandırmışdır.
Müasir Fransada 2017-ci ildən hakimiyyətdə Emmanuel Macrondur ki, Emmanuel Macronun dövründə əhalinin güzəranı pisləşir, vergilər filan artır. Bunu görən əhali isə yeni bir üsyan olaraq Sarı Yeleklilər hərəkatını başladır. Bu Macron hökumətinin yeni vergi islahatına qarşı idi və bu Sarı Yeleklilər bir növ bu yeni vergi siyasətinin Emmanuel Macron bu yeni vergi siyasətinin qarşısının alınmasında mühüm rola malik olur və bu islahatların həyata keçirilməsini bir xeyli gecikdirir. Beləliklə biz sizinlə Fransa mövzusunda yekunlaşdırdıq. Ümid edirəm sizin üçün anlaşılır bir video izahatı oldu. Yeni mövzu izahatlarımızda görüşənə qədər sağ olun, salamat qalın.